Verilişin sponsoru Deniz Mebel. Verilişin sponsoru Çin Təbabəti Klinikası. Verilişin sponsoru Deniz Wedding Gəlinlik Evi. Gününüz aydın olsun əziz tamaşaçılar. Xoş gördük hər birinizi. Həyat tərzi verilişinin daimi və bizim üçün çox dəyərli izləyiciləri. Necəsiniz? Biz efirdəyik. Gəldik evlərinizə ki, əhvalınızı xoş edək. Baxırsınız bizə. Onda bir fincan çay qarşınıza qoyun və ekranlara yaxın əyləşin. Çünki həyat tərzi efirdədir. Amma qonaqlarım da var, tək deyiləm ki. Bugün çox sevdiyim bir xanımı da dəvət eləmişəm ki, oxusun. Gözəl nəğmələrinə bizim könlümüzü xoş eləsin. Respublikanın əməkdar artisti, bizim sevimli Rəhilə Bəndəliyeva öz gözəl mahnısıyla bu dəqiqə sizin qarşınıza çıxacaq. Buyurun Rəhilə xanım, xoş gəldiniz. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Ürəyi vətən dağlı, günü qaralı, öz vətəninə bağlı, Azərbaycan qızıyam. Ürəyi vətən dağlı, günü qaralı, Qazaxlı Qarabağlı, Azərbaycan qızıyam. Köküm ulu torpaqda, haqqın yolu torpaqda. Köküm ulu torpaqda, haqqın yolu torpaqda. Fikrim, hissim, xəyalım daim haqqı sormaqda. Fikrim, hissim, xəyalım daim haqqı sormaqda. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Əslim dilbazilərdən, məhtlər böyüdən yerdən, südüm mələk südüdür, sərvətim nəğmələrdən. Əslim dilbazilərdən, məhtlər böyüdən yerdən, südüm mələk südüdür, sərvətim nəğmələrdən. Köküm ulu torpaqda, haqqın yolu torpaqda. Köküm ulu torpaqda, haqqın yolu torpaqda. Fikrim, hissim, xəyalım daim haqqı sormaqda. Fikrim, hissim, xəyalım daim haqqı sormaqda. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Azərbaycan qızıyam, mən bu yurdun qızıyam, bu torpağın qızıyam. Elə böyük xalqın qızıyam ki mən, bayrağım dünyaya al şəfəq saçır. Elə fatihlərin sözüyəm ki mən, sözüm açılmamış yolları açır. Elə səxavətli, elə qüdrətli, insanpərvər xalqın qızıyam ki mən. Ölsəm ölümüm də olar hörmətli, ölsəm ölümüm də olar hörmətli. Xalqıma, xalqıma tükənməz sədaqətimdən, əzizim ay canım. Azərbaycan qızıyam, mən bu yurdun
Xoş gəldiniz Rəhlə xanım. Bu gözəl nəğmə ilə könlümüzü xoş etdiniz. Əlbəttə ki, Azərbaycan qızıyam, bu yurdun qızıyam. Buyurun. Bəli. Bu mahnının sözləri Mirvarid Dilbazinindir. Musiqisi Yaqut Almazındır. Yeni mahnıdır. Yeni mahnıdır. Bəli. Çox gözəl mahnıdır. Bir daha xoş gəlmişsiniz. Nə yaxşı ki gəldiniz. Xoş gördük. Dəvətimizi qəbul elədiniz. Çox xoşdur sizlə birlikdə. Çox sağ olun. Mənim üçün də çox xoş oldu sizi görmək. Hamınızı salamlayıram, xalqımızı salamlayıram. Çoxdan da sizi görmürdüm. Çox şad oldum. Çox sağ olun dəvətinizə görə. Belə, biz hələ bir qonağımız da var. Mənim çox sevdiyim bir müğənni gələcək. Müğənni deyim, ağsaqqal deyim, sevimli, çox sevimli bir insan, sənətkar deyim, deyəcəyəm biraz sonra. Qonaqlarımı təqdim edeyim sizə. Çox sevirsiniz bu qonaqları. Çünki Çin Təbabəti Klinikası bizim sponsorumuzdur və Çin Təbabəti Klinikasında bilirsiniz ki, bir çox prosedurlar var, bir çox xəstəliklərə son qoyuruq. Xüsusilə də xroniki xəstəliklərə yox deyirik. Bununla bağlı yenə də hamınızın xahişi ilə mənə direktdə yazırsınızsa, Stepan yenə gəlsin, danışsın. Çünki Stepan danışanda doğrudan da hamımızda qəribə bir hiss yaranır və elə bilirik ki, doğrudan da xoşbəxtdik və özümüzü çox yaxşı hiss edirik. Çünki Stepanın verdiyi məsləhətlər, Stepan bir müəllimdir. Stepan, xoş gəlmişsiniz. Çox sağ olun. Necəsiz? Sağ olun, yaxşıyım. Sizə də zənglər gəlir, sizdən də soruşurlar. Amma efirdən bunu tamaşaçılara təqdim eləmək daha da xoşdur. Bir daha nə yaxşı ki gəldiniz deyim sizə. Və Stepanın yanında daha Çin Təbabəti Klinikasının daha bir həkimi, fizioterapevti Zəkiyə xanım. Zəkiyə xanım, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiz? Çox sağ olun, həmd olsun. Siz necəsiz? Biz də yaxşıyıq. Mən sizi gördüm, daha da yaxşı oldum. Bugün Rəhlə xanım, yaxşı söhbətlər gedəcəkdir burada. Stepan bizim müəllim dedim də, Stepan, hərdən soruşurlar ki, niyə müəllim? Mən bunu hər veriliş, nə vaxt ki siz gəlirsiniz, mən bunu daha çox açıqlamaq istəyirəm. Təkcə həkimlərdən ibarət deyil. Eləcə də müəllimlərə də ehtiyacımız var Çin Təbabəti Klinikasında. Çünki Çin Təbabəti Klinikası çox fərqli bir klinikadır. Orada Çinin təbii məhsulları ilə müalicə olunur. İnsanlar individual müalicə alır və bugün fizioterapevt, yəni masaj deyilən bir prosedurlar var ki, o da fərqlidir və onun da bir çox xroniki xəstəliklərə son qoymaq bacarığı var. Ona görə də mən bugün Zəkiyə xanımı xüsusilə bu studiyada görmək istədim. Stepandan başlayacağım. Stepan, necədir vəziyyət? Yaxşıdır, sağ olun. Necə gedir prosedurlar, pasiyentlərin nəticə olaraq? Çox gözəl nəticələr pasiyentlər alır, çox razıdırlar. Çox sağ olun. Müəllim niyə deyirlər? Çünki mən transendental meditasiyanın müəlliməm. Ona görə mən meditasiyanı öyrədirəm. Ona görə meditasiyanın müəlliməm. Bəli, siz müəllimsiz və siz o qədər gözəl müəllimsiz ki, yəni prosedurlar var ki, deyirsən, ay ilə məşğul olmaq, ay ilə bu prosedurlara getmək lazımdır. Stepan isə 4 prosedur, 4 dəfə yanına gedəndən sonra o bir müəllimdir, o başa salır ki, necə, nə düşünmək lazımdır, necə məşğul olmaq lazımdır. Ondan sonra o prosedurları səhər-axşam özün evdə davam edirsən. Yəni bu da pasiyentlərə də xeyirdir, cibimizə də xeyirdir. Çox pul xərcləmirik, amma əvəzinə sağlamlıq qazanırıq. Mən sizdən də danışacağım Zəkiyə xanım, amma bir soruşum görüm, Rəhlə xanım, necəsiz? Çox sağ olun, yaxşı olasınız. Sizdən xəbərim var, maraqlanıram sizlə. Bilirsiniz ki, sizi sevirəm. Çox sağ olun, qarşılıqlıdır. Və çox istəyirəm ki, sağlam olasınız, yaxşı olasınız hər zaman. Maraqlanıram. Düzdür, bir neçə dəfə dəvət elədik, sizin vaxtınız olmadı. Bölgələrdəydiniz. Amma nə xoş. Yaradıcılığına məşğulsuz. Şükür, dayanmıram. Bir xeyli vətənpərvər mahnılar yazdırmışam. Məlum məsələlərə görə, yəni qələbəmizin əvvəlində də mahnılar yazdırdım. Qələbədən sonra da şükür bu günümüzə, Allah bu günləri bizə nəsib etdi. Min dəfə şükür edirik Allaha. Şükür, davam edirik. Nə gözəl formadasınız. Çalışıram. Neçə ki səhnədəyəm. Bəli. Formanı itirmək istəmərəm. Neçə ildir səhnədəsiz? 45 ildir. Çox gözəl. 45 ildir. 2007-də də əməkdar almışım. Əməkdar artist, inşallah xalq artisti olarsınız. İnşallah. Qismətimizdə varsa. Bəli, əlbəttə ki. Biz bu gözəl vətəndə, gözəl dövlətdə yaşayırıq. Sənətkarlara çox böyük hörmət var.
siz də sənətkarsınız. Sağ olun. Ona görə də sizin də titullara haqqınız var. Sizin də oxumağa, yaratmağa haqqınız var. Həm də nəvələrlə oynamağa da haqqınız var. Bəli, Nəvələr də var. Bu günümüzə şükür. 5 nəvəm var. Maşallah. Biri balacadır, 2 yaşı olacaq yanvarda. hamısını. Yoldaşımın adı Dərgah. Maşallah. Onunla belədir. Nənə geyiləndə deyir, nənə toya gedir. Nənə toy. Nənə toya, elə bilir bir də toya gedirsiniz. Toya gedir. Ümumiyyətlə toylara gedirsiniz. Gedirəm. Olanda gedir. Toy xalqımızın elə gözəl adətidir ki, toyda iştirak eləmək hər birimizin borcudur. Yəni siz bilirsiniz ki, arzuluyurlarsa da daha çox. Çox o yan bu yana getmirəm, ancaq öz xalqımızın içindəyəm. Özümüz ətrafında. O yan bu yan nə idi? Yəni rayona, bura, yəni uzaq yerlərə getmirəm. Niyə getmirsiniz? Nə tanımadığım yerlərə getmirəm. Məni tanıyan yerlərdə olmuşam əvvəlində. Amma Azərbaycan, bütün Azərbaycan sizi sevir. Allah rəhmət eləsin, Telman Adgözəlova. Bir dəfə də belə dedim, o mənə dedi, sən belə bilmə ki, öz elim obam. Allah qəni-qəni rəhmət bütün səni Azərbaycan sevir. Bütün Azərbaycan sevir. Əlbəttə ki, siz 45 illik ömrün yarısını səhnəyə həsr eləmişsiniz. Mən bütün Azərbaycan, demək olar, qarış-qarış gəzmişəm. Hamısı hər il obada da hörmət görmüşəm, həqiqətən. 45 ildir qastrol səfərləri, bəli, Lalə qızlar, qarış-qarış gəzmişəm. Siz qarış-qarış konsertlər, mən 79-cu ildə Naxçıvan Ali Sovetin fəxri fərmanını almışam. 79-cu ildə. Fəttah müəllim, Allah rəhmət eləsin. Allah qəni-qəni rəhmət eləsin. Yəni mən Naxçıvanda dəfələr, Naxçıvan elə bir ki, Rəhilə Bəndəliyeva deyəndə zal dağılırdı. Yəni o qədər mənə istəyirdilər. Siz konsertlər vermişsiniz saraylarda. Bəli, yəni çox konsertlərimiz oldu. Nə Naxçıvan, nə Ağcabədi, nə Qarabağ zonası, nə Şirvan zonası, Muğam zonası. Getmişsiniz Qarabağa? Əlbəttə, bütün hər yan. Yox, 44 günlük müharibədən sonra. Hələ ki getməmişim, yox. Aha, inşallah arzularınıza çatasınız. Hələ bir dostumuz var, o gələcək. Mən ona dostumuz deyirəm. Çünki o çox maraqlı insandır, insan kimi. Çox gözəl insandır, insan kimi. Amma ən əsası o sənətkardır. İllərini bu sənətə qurban verib. İlləri gedib, amma bu sənətdədir. Nə yaxşı ki, yanımızdadır. Mən bura dəvət eləmək istəyirəm. Həm atamın yaxın dostunu, həm də ki, elə bizim əzizimizi Əli Mirəliyev, Respublikanın əməkdar artisti. Xoş gəlmisiniz. Necəsiz Əli müəllim? Sən necəsin mənim balam? Qardaşımın balası. Buyurun, əyləşin. Əyləşin, xoş gəlmisiniz. Necəsiz? Sağ ol. Dünən niyə gec yatmışam? Dünən mən futbola çox həvəsim var uşaqlıdan. Özüm futbolist olmuşam vaxtında. Neysə, çox işlərdən çıxmışam. Axırda gəlib müğənni olmuşam. Bəlalı müğənni olmuşam, neysə. Amma yoldaşımla biz o qədər danışıq başqa şeydən ki, saat baxmışam, saat 4-dür. Deyirəm, səhər tezdən işə gedir. Deyir, sən işdən gəlmirsən. Deyirəm, çəkiliş mən bir dənə deyir, maşallahdır. Özə dedim ki, yaxşı, maraqlı verilişdir. Nə verilişdir, ayəli? Deyirəm, sən heç televizora baxırsan ki, biləsən nə verilişdir. Lamiyanın verilişidir, Lamiyə xanım bizim doğrudan da əsl belə aparıcılardan. İllərin aparıcısı. Bizə böyük təcrübə, biz nətərdir. İnsanı doğrudan da böyük işdir. Adam var ki, nə bilim, gəlir, danışır, Aladağdan vurur, Qaradağdan vurur. Ana, sən nə deyəcəksən, sözü bitir də, yek elə də, qutar da. Ayaq da eləyib çıxa bilmir vəziyyətdən. Güya bu veriliş aparır. Özü sponsorlar da var, kalan. Elənçilər sponsoru necə olur, mən bilmirəm. O da sponsor var, sponsorsa. Dedim, ala bir danışığın yoxdur axı sənin. Mən həmişə deyirəm ki, Əli müəllim, aparıcı gərək müğənnini tanısın, sonra dəvət eləsin. Bir müğənni cəhənnəmi, çağırdığın qonağın sahəsini də biləsən gərək. O həkimdir, o həkimlikdən bir anlayışlı olsun. Yoxsa həkimdir, zootexnikdən sual verirsə onu. O düz gəlmir axı. Əli müəllim həmişəki kimi zarafatları ilə gəldi, gözəl söhbətləri ilə gəldi. Qəşəng söhbətlər eləyəcək Əli müəllim. Hələ hər şey qabaqdadır. Hələ razqom yığmışam. Razqom, bir dənə mahnı oxu. Belə, reklamlar bitdi əziz dostlar. Biz isə qayıtdıq. Kanal İstək Həyat Tərzi davam edir və
Dəniz Mebel salonundan danışacağım. Sponsorumuz Dəniz Mebel salonudur. Dəniz Mebel evlərimizin seyirləyici güşəsidir. Əziz dostlar, 7 mərtəbəli Dəniz Mebel evində yeni mebel dəstlərimiz var ki, evlərinizə yaraşıq verəcək. Əziz dostlar, kampaniyamız davam edir. Bilirsiniz ki, yeni ilə qədər böyük bir kampaniya hazırlanmışıq. Sizin üçün hazırlanmışıq ki, siz yararlanasınız və Dəniz Mebel salonundan razı qalasınız. Eləcə də həyat tərzi verişindən razı qalasınız və siz də gedin bu kampaniyadan yararlanın. Ən əsası odur ki, endirimlərimiz davam edir. Nə qədər ki, endirimlər var, mən buradan elan edirəm, sizi isə dəvət edirəm ki, siz də gedəsiniz və Dəniz Mebel salonundan mebel dəsti alıb evlərinizə daşıyasınız. Cehizliyə axtaran xanımlar, xüsusilə də analar, valideynlər heç əziyyət çəkməyin. Cehiz almaq üçün də müraciət edəcəksiniz. Yeni təmirdən çıxan evləriniz varsa, onları da bəzəyəcəksiniz. Qoy evinizin ən seyirləyici güşəsi Dəniz Mebel olsun. Dəniz Mebel salonu həyat tərzi verilişinin sponsoru. Belə, davam edirik. Əli müəllim. Ömrün yarısı sənətə getdi. Bu, siz sənətkarsınız. Bu sənət sizə yaraşır, siz də bu sənətə. Siz illərinizi vermişsiniz sənətə. Siz elə ifalar, sizin ifanızda mən eşitmişəm ki, tamaşaçılarımız da eşidib. Amma elə ifalar var ki, varmı ki, siz, ümumiyyətlə elə ifalar varmı ki, sizi heç ortalığa çıxartmamışsınız hələ? Var. Var. Bugün birinci saldizə maxırda. Doğrudan? Yəni, bir söz nətərdir, mən izləyicilər də bilsin ki, əsl sənətkar gündə mahnı oxumur. Əsl sənətkar 3 ay, 4 ay bir mahnısı əlləşib, sonra çıxardır ortaya. İndi saat bilmirsən nədir, vurur qoltuğuna diski gəlir ki, o yazmışım. Asılsan, buna mahnıdır, bu söz bilinmir, məna bilinmir. Yəni, biz keçdiyimiz o vaxtı, rəhmətli Ələkbər də, Papon da bizim danımızı o vaxtı yaradılanda ən birinci tarçalan Ələkbər, o izləyicilər də bilsin, xanımın atası idi, mənim dostum idi. Yəni ki, gözəl sənətkar idi, gözəl qabiliyyətli adamı, baş aşağı adam idi, belə də abırlı, hayalı. Bugünkü tarçalanda o olayı görmürəm, o başqa bir aləmidir. Bunlar biraz moçalaşıblar indikilər. Moçadlar. Ona görə mən, biz Gülarə Əliyeva o vaxt deyirdi ki, get filan mahnı oxu, get filan mahnı, bizdə fəaliyyət ödəzəvi zapis vardı. Yəni biz hər həftən birinci gün 6-dan axşam 12-yə qədər mahnı fonoqramı nalajen edirlər də, plus fonoqrama hazırdır, biz minus var, plus biz eləyirik, yazdırırdı. Səs yazılırdı. Yəni nəyə demək istəyirəm? Tək mən dördüm, Hüseyin Adiyev, rəhmətli. Allah rəhmət eləsin. Sonra Akif İslamzadə, Flora Kərimova, Xədicə Abbasova, sonra kim idi? Emin Sabitoğlu'nun mahnıları, Oktay Rəcəbov, Oktay Kazımov, Telman Aziyev, Ramiz Mirişli, Tofik Quliyev, Səyid Rüstamov, Əmirov Fikrət, Ağabacı Rızayeva, Şəfiq Axundova, Hükümət Əzəfova, Qəmbər Senli, Telman Aziyev, Şəmsi Kərimov, bilirsiniz, Hacı Xan Məmmədov, bilirsiniz, böyük siyahıdır. Bax, görsə, indiki müğənnilərə mən sadə bir sual verirəm, elementar. Hacı Xan Məmmədov şəkili görsə tanıyacaq görəsən. Heç olmasa tanımayacaq. Yox, tanımayacaq. Ona görə də oxuduqları bir günlük... Bilməyəcəklər ki, Hacı Xan Məmmədov o qədər tar üçün, piano üçün əsərlər yazır, konsertlər yazır. Hacı Xan Məmmədov deyəndə artıq onun mahnıları, onun mahnı yazmaq asandır. Adil Gəray. Adil Gəray, ay sağ ol. Mahnı yazma, mahnı janrı ən çətin janrdır. Əlbət ki. Yəni mahnını yazma. İndi elə deyirlər ki, bəstəkaram mahnı yazmışam. Bir də göz mahnıları göndərirlər. Görürsünüz ki, adınız nədir? İndiki müasir dövrdə oxuduqları mahnılar nə mahnılardır? Onlara yaxın gələ bilməzlər. Onlar niyə yaxın gələ bilməzlər? O insanlar ki, toy bazarına işləyən, Hacı Xan Məmmədov mahnısını o neyinəcək o? Neyinəcək də o? Heç ötəsindən əvvəla ötəsindən gələ bilməyəcək. Orada notlar var, orada başqa aləmdir. O cümləni musiqi otuzdurmaq var, avaz var, sonra nəfəsi düzgün almaq, çatdırasa o nəfəsi o. Bunlar bilmirlər, yarımçıqdırlar. Yarımçıq adamla ki, nə söhbət eləyəsən? Yarımçıqdır da.
Baxıram, deyirəm, baxırsan, bəh, giyinib şıx model oxuyur, yarımçıqdır. Ay, bəd, bax, giyimin olsun şıx model, yox, adım paltar, amma sən sənətinlə, Şövkət kimi gül aç. Sən sevgi ver insanlara, sənə qulaq assınlar, səni dinləsin gülağa necə oxuyub, Şövkət, Mirzə, Rəşid, Zeynəb, Müslüm, nə bilim, böyük siyahı deyə, nə bilim, Əhsən Dadaşov, rəhmətliyin ansamblı, bəh. Qısacı Papa da var. Əhsən Dadaşov mənim atamın müəllimi olub. İşləyim, bilirəm, mən onu mənim qardaşımın da adı, atam qardaşımın adını Əhsən qoymuşdu. Əhsən Dadaşov. Adil Bağırov bugün bizim rəhbər. Adil Gəray da, bəli. Adil Bağırov bizim tarcanımızın Xatirə ansamblının Əhsən dünyasını dəyişəndən sonra biz ona rəhbər deyirik. Rəhbər, sabahın xeyr. Baxır bizə, salamlayaq Adil Bağırovu, Adil müəllim, Allah sizə can sağlığı versin. Bir neçə mahnılar yazdırmışıq oyuna. Bilirsiniz, mən bir dənə söz deyim sənə, bəzi insanlar, deməm, şov üçün deyirlər, qalmaqal üçün deyirlər, bu bəzi aparıcılar, ya oxuyanlar, zarafat edirlər, yalasaydın, göyə mənim ağzıma elirlər. Deyirəm ona, kişilər, mənim yox, yaraşaydım qoydum bir ağa. Mən təkcə yaraşaydın oxumaq. Həkim qız oxumuşu, hansı ki, o Səid Rüstəm İslam Səfərlinin sözlərinə, misal üçün, mən o vaxtı oxuyanda biz, niyə görə bunlar sözlər yadımda qaldı, o cəmaat da bilsin. Çünki biz sözü yazırdıq, bəli şura otururdu qabaqda, yoxlayırdıq. Dedi, oxudum mahnını, indi o mahnını oxumaqsız mənə dil sözlərini. Bəli. Mən də dedim, gülər üzlü həkim qız, ey gözləri bənövşə, qapımızdan keçəndə sarsılıram həmişə. Başım da ağrımır ki, bir yanına gəlim mən, geyinib ağ xalatı qəlbimi dilləyəsən. Söylə intizarını, nə vaxtda da çəkim qız, oxuyuram sənin üçün bu nəğməni həkim qız. Bu başqa şeydir. İndiki öz sözləri deyə bilər, oxuduğum mahnını. Bax, ona görə deyil, böyük yapar bunu özünüzü. Biz böyük məktəb keçmişik. Siz oxuduğunuz 1001 mahnı kitabı mən əzbər bilirəm. Hansı varağın açırsan aç, deyəcəm Hüseyn Arif sözləri Ələkbət Ağayev musiqisidir. Və yaxud başqası. Yəni bilirsiniz, siz tanımırsınız bunları. Bizim onlar ədiblərimiz gözəl bəstəkar şairlər, yəni nətərdirlər, nəğməkar şairlər olub. Tanımırsınız. Ona görə Cahangirov tanımırsınız. O pisdir. Mən baxıram verilişlərə, göstərir şəkili, Cahangirovlar tanımırlar. O günü radioda, maşında gedirəm, elə dərdim açıldı, siz dediniz, qoyun da mən deyim. Radioda deməli verirlər, sənə də qalmaz. Söylə nədir bu ədalar, bu iş və bu. Tofiq Uliyevin sənə də qalmaz. Mahnısı oxudular, bitəndən sonra aparıcı nədirsə yaxşıdır. Belə deyir, qulaq astız deyir Cahangirovun Ay qız mahnısına. Buyur, Ay qızı. Mən insult keçib gəldim böyle şey. Ay qız özü, məni yatdın ay qız, ay qız. Siz deyir, qulaq astız deyir, bu gözəl mahnı deyir, bu gözəl nəğmə Cahangirovun Ay qız mahnısıydı. Belə gözəl mahnı, ay qız, sənə də qalmaz Tofiq Uliyev. Orada Tofiq Uliyev. Heç olmasa sözlərinə qulaq, söz dediniz yadıma düşdü. Axtardım, radionun nömrəsini tapdım. Maşında gedirəm, verdim qırağa maşını kənara və yığıram. Axırı zəng eləmişəm Rövşənə ki, tap filan radio, adını buradan çəkmək istəmirəm. Zəng elədim ora rəhbərinə. Dedim ki, danışan, filan kəs müəllim dedim, danışan Lamiədir. İndi dedim, canlı yayım gedir sizdə radioda. Sənə də qalmazı verib ay qız deyirlər. Mən əsəb keçirirəm. Yəni, bilmirsən, demə. Ən azı orada deyir, axı, sənə də qalmaz. Əlbəttə. Mahnının sözləri var, heç olmasın. İndi danışdığınız tarizənlərdən də mən də Allah Ceyran xanıma can sağlığı versin. Buradan salamlayırım. Ceyran xanım, onun yanındayım. Səni fırlaram, bir daha da öpürəm səni. Sağ olun. Yanındaydım, belə mahnılar gedəndə hissənir, deyir ki, bunun tələffüzünə bax, bu müəllimə hara baxır. Hara baxır. Bax, tələffüzə. Biz o vaxtlar oxuyanda konsertdən sonra yığardı, letiçka elirdi bizlərə.
niyə bu qəzəlin buradan sən düz vurğunu vurmadın, bu mahnını belə oxumadın? O qədər bizi danlayırdı ki, Allah ona can sağlığı versin. Allah can sağlığı versin. Allah ona verdiyi ömrü sağlam versin. Mən başqa işlər demirəm. Bəli. Kəmalə xanım necədir? Kəmalə Rəhimli necədir? Yaxşıdır, mən də hərdən danışıram. Onu da dəvət edəcəm bir gün. İnşallah. Gəlsin, biraz gəlmir. Mən də deyirəm ki, çıx da, dəvət edəcəm. Bizim uşaqlar yığır, cavab vermir amma. Buyurun, buyurun. Mən sizə söz deyim də. Mən indi də Kanal S-də işləyirəm, rəsmi işləyirəm də, yəni ki, ARB-dən. Həmkarıq biz həm də həmkarıq. Yəni ki, mən məcbur yox, mən burada işləyirəm, nə ixtiyar var, gəlməyim, mənim işimdir bu. Hansı veriliş nə olur olsun, dəxli yox. Yəni, nə demək istəyirəm? Bu müğənnilər yazdılar, vaxtında bunları çağırmadılar, vaxtında bunları sındırdılar, həvəsdən saldılar bu insanları. Tək Kəmalə Dörü ona qədər çox az insanlar, ki, mən olar, Rəngiz Musavi, misal üçün. Yox, yenə o çıxır. Bax, misal üçün, mən istədim çağırasınız Aybəniz Həşimovanı. Biz dəvət eləyirik Aybəniz xanımı. Mən bilirəm, özü mənlə dəvət eləyəsin inşallah, Aybənizi. Çünki o da bizim davuluzunda iştirak edir Aybəniz. Yəni, var da müğənnilər, misal üçün Mələkxana Məyyubova var, Firuzə İbadova, yəni bunlar da, Lisə Qasımova mən görmürəm, çünki o mənim çox istədiyim insandır. Buradan salamlayırıq bütün sənətkarlarımız, onlar sənətkarlardır. Bilirsiniz, biz çox az qalmışıq, barmaq hesabı, Zaur Rızayevə mən salamlayıram burada, gözəl sənətkarımızdır, Aftanda İsrafilovdur. Valla qalırdı, misal üçün Teymur Əmirahdı gözəl oxuyur, onu mən salamlayıram. Azər Zeynalovdur. Allah hamısına can sağlığı. Allah sənətkarlarımızın hamısına can sağlığı versin. Bu Azərbaycan musiqisi yad əllərə düşməsin, onsuz artıq düşüb. Hər efir deyirəm də bunu, demək olar ki, hər efirdə. Mən deyirəm ki, klassik bəstəkarların mahnılarına dəymək olmaz. Gənclər də, bu cavan uşaqlar çıxırlar, başlayırlar oxumağa, tanınmaq üçün güya müraciət eləyirlər klassik bəstəkarlara ki, hamı desin ki, bu sənətkarın mahnısını oxuyur. Üstünə gəl, deməli, remix eləyirlər, bunun ritmini dəyişirlər. Bunun, bilmirəm, hər şey dəyişirlər. Mahnı lirikaydısa olur ritmik bir mahnı. Mənası detir, sözün də mənası. Axı, sözün mənası lirikada tam başqadır. Bunu ritmik eləyirsən, bilmirəm, lirik mahnının, romantik bir mahnının sözü də dəyişir, sözün mənası da dəyişir, ritmi artıq olur başqa bir şey. Olmaz buna dəymək. Mən neçə dəfə müraciət eləmişəm. Mənim haqqım var, mən konservatoriya bitirmişəm. Mən müraciət eləmişəm, dəyməyin. Yaradın. Şəhsvasmıq elədilər. Bax, belə şey olar. Yəni, dəyməsinlər. Əslində də, düzdürmü, razısınız məndən? Yəni, klasik bəstəkarların mahnılarına bu gənclər də... Sizcə, niyə görə hələ eləyirlər? Tanınmaq istəyirlər. Yox, niyə görə o girə bilmir notlara? Not var orada. Notla, ay sağ ol. O gün mənə çağırıb bir daha müğənni, Əli müəllim, mən sənə hər şey nə sizə eləyəcəm? Mənə Şəmsi Kərimovun Gecələr mahnısını oxumaq istəyirəm. Bir daha mənə kömək elə. Dedim, gecələri oxumaq çox çətindir. Dedim ki, oğlum, sən o öhdəsindən gələ bilməyəcəksən. Əli müəllim, valla savaşmışam. Dedim, gələ bilməyəcəksən. Oturdum fortepiyanla, dedim, çal, oxuy. Göydə dedim, əvvəlcə mənə qulaq as, girsin beynivə. Göydə yanır ay para, qalırsa ada, işıq düşür yollara. Bənzəyir nağıllara, bizim bulud gecələr. Bu oxudu, hələ bir Afrikadan gəlib bu, İndoneziyadan gəlib bu uşaq. Türəmədə sən nə oxuyursan? Neçə yaşı var idi? Ola bir 30-a yaxın yaşı vardı. Niyə oxuyursan? Bax, nə işin var Şəmsi? Türəmədə Şəmsi Kərimov sən Nə söylədən işin var sənin mahnı ilə? Get oxu da təzə mahnılarına. Türəmədə get oxu da... Kimsə yazsın oxu. Oy dağlar səndə, hey, bey, onlardan oxu da, sənin malın budur. Bəs nə dedi? Dediniz nə dedi? Şəmsi Kərimov ölürsə mən sağam. Qoymazdınız oxusun. Qoymadım. Yaxşı elə. Dağıtdım o studiya, hamısı qolladım, o qapında bağladım. Belə adamları bura bıraxmıyor. Azərbaycan musiqisi yad əllərdədir. Olmaz. Sahibi ölübsə biz sağır.
Biz onu qorumalıyıq. O bizim sərvətimiz, o bizim külliyyətimiz olar bizim. Cahangir o elə belə bəstəkardır. O birisi misal Tofiq Quliyev, Səyid Rüstəmov, Andrey Babayevin özü nə qədər gözəl mahnılar yazıb. Nə qədər gözəl, qulaq üstə gedən gözəl. Bakılıq sən baxdımı, pısıldaşın ləpələr. Nə gözəl mahnılardır. O, erməni dövr, Azərbaycanlıdır. Gözəl muğam bilirsiniz. Onu erməni adıyla bütün mahnılarını efirə vermirsiniz. Böyük səhv edirsiniz. O qədər Rəşid oxuyub. Я встретил девушку, полмесяца бровь, на щечке родин, ах, это родинка. Kim yazıb, Andrey? Kim oxuyub? Rəşid. Bülbül oxuduğu mahnı. Babayev demək Azərbaycanlıdır da. Kim? Əlbəttə ki, qarışıq olsun Doğrusu özdə bizdə qarışıqlar yoxdur burada. Əvvəllər Doğrudur şəhərdə. Ad qoyurdular. Valodiya, Marusya, Rus adları qoyurdular da. Bizim sənətimiz, sənətin milliyyəti olmur. Bir söz, bunun üstündən siz necə bizim falansiyədə işləyən insanlar, niyə o mahnılarını efir vermirsiniz? Fürsətdən istifadə edib Lamiyə xanımın verilişində mən mərəcət edirəm. Andrey Babayev, Yaşar Səfərovun ifasında, Nərbinə Məmmədova, Rəşidin, hələ mənim özümün, nə bilim Akif İslamzadənin, olmaz sular üstə gedən gözəl, bulaq üstə gedən gözəl və yaxud demişdin, yaz gəlsin, yaz gəldi ay qız, söyüdlər sulara, kölgə saldı, özünə qurbanam. Andrey yazıb bunlar. Bütün necə bəs? Qulaq üstə gedən gözəl oxuyurlar. Oxuyurlar, amma adını çəkmirlər getimin. Niyə? Andreydir da Babayev. Andrey eləyək o Əliyağa. Yaxşı da eləməli Babayev da fabləsi. Nə Andrey də yapıyor? Andrey də Əliyağa Babayev. Valla. Hiçbir şey. Azərbaycanlıdır. İlqar Muradov da oxuyur da. İlqar Muradov gözəl oxuyur. Yaxşı oxuyur. Yəni, nə demək istəyirəm? Bilirsin, musiqimizi yaxşı bəstəkarları atırlar. Giydirmə. Amma anam bilməsin. Yerisi soğumsan, boş oy. Ana bilməyən kim bilirsin sən? Ana, Samalar almışam, insanım yoxdur. Biz de gidiyor reklamlara. Kanal S reklam vaxtıdır. Reklamlardan sonra mütləq söhbətimize devam edəcək. Bura çox maraqlıdır. Baxaq.
təşəkkür edirəm. Bu nə əhval ruhiyyədir, bu nə gözəl. Cığaltı sözləri. Sözləri cığaltı elindi. Mən ona bir şey cığaltı eldirəm. Cığaltı Romanın ilk ifadısı Gülistan Əliyeva, dəmir iştirakçımız. Buradan salamlayıram. Məzahir, bilməm, familiyası yadımdan çıxır, musiqisi onundur. Məzahir mənim. Ancaq bu aranjmanda Eldar Ələşbərovundur, ondan xahiş elədim. Eldar müəllimi də buradan salamlayırım. Çox qəşəng yaraşır səsinizə. Əsas odur ki, aranjman da ola bilər, bəstəkar əsas ifa gözəl olsun. Sağ ol, Nəriman. Çünki ifada mədəniyyət olanda, onu mədəni ifa eləyəndə, yerində, ştrixində, muğamı da, musiqində, o xırdalıqları da, izuminkaları da var da, o musiqidə. Bunlar indikilə bilmirlər. Əziz dostlar, Çin Təbabəti Klinikasından bugün burada Stepan və bizim əziz dostumuz Zəkiyə xanım iştirak eləyir, fizioterapevt və Stepan da müəllimdir. Stepan, istəyirəm danışaq, həmişə sizlə danışmaq çox xoşdur. Sizlə danışmaq belə adamı doğrudan xoşbəxt eləyir, çünki sizin tembriniz, danışığınız, səsiniz, dediyiniz o hər kəlmə söz insan daxilən, doğrudan da bir daxili düşünsə, bəs eləyir. İnsana xoşbəxt olmağa artıq kömək eləyir. Buyurun, mən istəyirəm bugünkü nədən danışacağıq? Bugünkü prosedurlardan. Stepan mənə dedi ki, Lamiyə xanım, istəyirsiniz efir qabağı bir prosedur keçək, mən sizi öyrədəcəm bir müəllim kimi. Daha sonra siz özünüz, dedim, yox, onu belə yox da. Sonra ağıllı başlı bir prosedurlar lazımdır. Buyurun. Gənə mən danışım o meditasiyada. Meditasiya nədir? Meditasiya o ağıl texnikası, transendental meditasiya. Onu adamlar 20 dəqiqə səhər, 20 dəqiqə axşam edirlər, rahat oturub, gözü bağlı. O elə istirahat verir ki, dəri yuxudan 2 qat dərinlik istirahat verir. Onda da bütün streslər, bütün bloklar aradan çıxır. Stres də çıxandan sonra adam daha özünü xoşbəxt hiss eləyir, o yaddaşı da yaxşı olur, elə bilir ki, bütün onun həyatı çiçəklənir. Meditasiya, bilirsiniz, Əli müəllim, əslində bizim hamımıza lazımdır. Əslində Stepan bizim hamımız üçün lazımdır. Niyə? Bütün günü negativ, stres hamımız yaşayırıq. Xəbərimiz olmur. Əslində bizim xəbərimiz olmur ki, biz stressdəyik. Xəbər vermir ki. Xəbərimiz olmur. O anda, o aniyə gəlir o stres. Stepan isə bu Çin Təbabəti Klinikasında çox maraqlı prosedurdur bu. Orada bir meditasiya keçir. Yəni oturursan və düşünürsən. O düşünməyə də Stepan kömək eləyir. Nə düşünməlisənsə onu indi inşallah ki yəni o depressiyadan çıxardır da onu. Çıxardır. Və çıxardır, ondan sonraki vəziyyət də var. Əslində depressiyadan çıxmaq asandır. Ondan sonraki vəziyyət var axı. Çıxırıq və sonra yuxu pozğunluğu olur, problem sinir o dilləri kilitlənir. Belə qəribə bir. Bax onun dərmanı Stepandadır. Və Stepan bunun üçün qısa bir zaman istəyir. Deyir 4 prosedur gəlin. Uzağı 4 prosedur. 4 prosedurdan sonra bu prosedurları evdə eləyəcəksiniz özünüz. Stepan, burada texnologiya Единого поля Махариши. Maharishi bu transendental meditasiyanı dünya tanıdı. Aha. Yəni bunun Основатель, hə. Bu yaradıb da. Yaradıb Maharishi. Maharishi. Aha. Bu burada burada nədir? Biz bilirik ki, bütün təbii qanunlar var. Məsələn ki, biz kartof əkəndə kartof olacaq, banan olmayacaq, qanunlar var da. İndikilər banan çıxardırlar, xəbəri yoxsa. Kartof adı ilə banan çıxardırlar. Dilim ala bu kartofdur, banan. Deyir, kakay rəzisi. Amma qanun var da, indi çıxardırlar o heç, amma qanundur. O, belə bir fizikalar deyir ki, belə bir meydan var, bu qanunlar hamısı orada toplaşır. Единое поле всех законов природы. Qanunlar orada toplaşır. Bizim meditasiya ağıl təmiz şura tərəfinə keçir. Bu təmiz şura bir də bu bütün qanunların təbii qanunların meydasının bu həmən şeydir, bir şeydir. Соприкасаясь с полем всех законов природы, мы в нашей жизни получаем больше удачи, потому что
наши действия поддерживают поле всех законов природы. Все. Meydanda olan qanunlarla birləşəndə bizim ağlımız, şuurumuz o qanunlara tabi olur. Da? Belə demək istədiniz. Yəni, baxın, Stepan, burada Всемирный effekt Maharishi beynəlxalq konfliktlərə son qoymaq. Bəli. Yəni, bu nə deməkdir? Bu elə deməlidir, o deməlidir ki, meditasiya eləyəndə bizim ağlımız daha nazimli olur. Aha, yerdə olur. Yerdə yox, упорядочно. Nizamlamaq. Nizamlama. Bizim şuur nizamlama olur. Bəli. Bir də 1% əhalidən meditasiyalarında bütün əhalidə nizamlamaq olur. Bəli. Onda onlar cinayət işi azalır. Konflikt azalır. Çünki konflikt niyə olur? Kollektiv stres var. Agresiyadan yaranır. Agresiyadan, stres var, kollektiv stres var. Bu kollektiv stres azalanda уже dünyada daha çox sülh olur. Biz indi dünyanın konfliktli vəziyyətindəyik də, o stres ki, kollektiv stresin içindəyik. Ondan da pis vəziyyətindəyik. Ondan da pis vəziyyətindəyik. Müharibə vəziyyətində dünya. Baxın, burada qəribə bir, deməli, şəhərdə cinayətlərin azalması dərəcəsi burada ölçülür. Bu da ağılla, beyinlə. Yəni, cinayət eləməyə gedəndə belə insan şuurlu gedir də. Sinir, əsəb, bilirsiniz, burada sinir söhbəti var. Kollektiv stres aradan biz çıxardırıq. Meditasiya, meditirishi 1% olmalıdır. Amma Maharishi'da daha yüksək texnologiya var. Buna deyirlər ki, TM-Siddhi. Yogические полеты. Burada var. Yogические полеты. Yoga Yoga, yogические полеты, onlar da lap az olmalıdır. Məsəl üçün, meditirishi 1% olmalıdır. Bu yogические полеты körküdən 6-1%. Корень из 1%. Kökündən 1% olmalıdır. Məsəl üçün, Azərbaycana görə 300 nəfər belə yogические yogalar olmalıdır ki, yogические полеты. 300-dən nəfər. Onda cinayət də azalacaq, hospitalizasiya azalacaq. Bu faktdır. Bu hər yerdə, harada bu yoga poleti deyirlər, yogические poleti eləyəndə bu bütün negativ prosesləri aşağı olur. Demək ki, yoga ilə də məşğul olmağın nə qədər xeyri var? Yoga ilə o yoga başqadır, yoga o fiziki hərəkət eləyirlər. Burada da amma var fiziki. Bu beyin texnikasıdır. Beyin yogasıdır. Beyin yoga. Çünki burada məsəl üçün görürsünüz, burada beyin kogerensiya var, beyin kogerensiyası var. Burada. Əsas bu yoga, uçuş yoga deyirlər, yogический полет. Burada уже ağılda dəyişiklik var. Kogerentность gelir. Siz ağıl deyək də, ağıl deməyək. Şuur, belə düşüncəni dəyişə bilirsiniz də. Yəni düşüncə. Yəni bir insanın düşüncəsini dəyişə bilirsiniz. Bu bizim sizə ehtiyacı var. Böyük ehtiyacı var. Eminim sizin sahi. Niyə? Ağlına nə gəldi oxuyur. Ağlı yerində olanda o fikirləşirsə, bunu oxumaqları yayıyor. Bu sözü demək olar, amma ana bilməsin. Anadan artıq kim var ki, amma bu bilməsin. Bəs kim bu qonşu bilsin? Sözün mənası var. Onu yazana demək olar. Kesmə bizim məhəllədə, köçü atı o yandırır, ay qız. Kesmə bizim məhəllədə. Amerika məsəl üçün, orada bütün Hollywood artistləri bu texnikayla məşğullar. Schwarzenegger, Jennifer Lopez, David Lynch, rejissor, Fond David Lynch var. O, bu meditasiyanı dünyada inkişaf eləyir. Çox maraqlı prosedurdur, Əli mənim. Əslində, biz deməli, düşünürük, stresdə isə, əgər agresiv isə, yəni müəllim Stepan, o bizim şuurumuzda olan o pisliyi, negativliyi götürə bilir.
Bu da düşüncə ilə, yəni fikirlə, onun o keçdiyi dərs o deyil, ona görə o müəllim deyirik ona. O dərs bizi öz pis fikrimizdən dəyişə bilər və bizi rahatlaşdıra bilər. Əslində, Zəkiyə xanım, fizioterapevtsiz və masaj deyirik biz və Çin masajı çox məşhurdur. Siz Çin masajı ilə masaj edirsiniz də? Bəli. Yəni fizioterapiya Çin üslubu ilədir yoxsa? Bəli. Çin üslubu. Bəli. Çində olmusunuz? Xeyr. Amma dərsin keçmisiniz. Bəli. Bizim həkimlərimiz. Mən istəyirəm siz öz prosedurlarınızdan danışasınız. Çünki Çin təbəbəti klinikasında ilk dəfədir Zəkiyə xanım efirdədir. Biz onu dəvət elədik. Gəlib oturub yanında ürəylənəsən. Yox. Danışın. Poşpabiləyim istanis çok var. Buyurun Zəkiyə xanım. Öncə də dəvət etdiyinizə görə çox sağ olun, təşəkkür edirəm. Bizim həkimlərimiz Çindir, bəzi şeyləri toskağa işləməklə mənə öyrədiblər onlar. Mənim Çində olmağıma gərək yoxdur. Çünki bizim həkimlərimiz Leo'ya məndən salam deyərsiniz. Salam göndərəm. Leo'dur, Səməd doktordur bizim baş həkimlər. Onlar mənə öyrədiblər onları. Kurslarını almışam onların. Ona görə də ki, gərək yoxdur Çinə getməyə. Özləri bizim Çinə getməyə ehtiyac yoxdur. Özləri gəlib, onlar gəlib. Bəli, özləri bura gəliblər. Necə gedir prosedurlar? Fizioterapiya insan həyatında ümumiyyətlə çox böyük rol oynayır, təbii ki. Amma buyurun. Fizioterapiya eləyirsiniz? Bəli, mənim işlətdiyim həmən cihaz elə onların özlərinin cihazlarıdır. Öz cihazları? Bəli, həmən onların özlərinin öz cihazlarıdır. Müəyyən vaxtları əlinlə də işləyirəm, toskalarla işləyirəm ki, xəstələrimiz çox gözəl nəticə alır. Nəticəsi var. Nöqtəvari işləyirsiniz? Bəli. Yəni bədəndə o nöqtələr var, o sinir nöqtələri? Bəli. Çox əsas odur ki, nəticələrim olur. Bloklanan nöqtələri açırsınız? Bəli. Çox gözəl, əsas odur ki, çox gözəl nəticələr olur. Önəmli olan odur. Fərqi yoxdur, aparatla elədiyim, əllə elədiyim. Mənə önəm verən olur ki, mənim xəstələrim məndən razı qalırlar. Çox gözəl nəticələr var. Nəticə necə olur? Bankaları da var, nöqtələrlə işləmələri də var. Onlar hicama sayılır. Onu da eləyirsiniz? Bəli. Çin təbabətində nələr yoxdur ki? Baxın, mən sizə... Çox genişdir, çox geniş danışmaq olar, amma göstərmək daha... Əsas yerini deyim də, Çinin xüsusi bitki məşəli dərmanları ilə effektiv müalicə olunur. Çinin... Harada yerləşir? Ünvanı deyəcəyəm. Əslində gəlin, bunu da oxuyum. Əziz dostlar, bilirsiniz ki, baş ağrısı, boyun bel ağrıları, üst sinirinin nevropatiyası, baş gicəllənməsi, stres və ondan sonraki vəziyyət, yuxu pozğunluğu, sümük əzəli aparatının xəstəlikləri, ürək damar sistemi, başlanğıc mərhələdə olan hipertoniya xəstəliyi, qulaq, burun, boğaz, tənəffüs orqanları, həzm sistemi xəstəliyi, insult, iflic, əl və ayaqların uyuşması, babasil, çəki itkisi, sidik cinsiyyət xəstəlikləri, revmatoid artrit, allergiya, dəri və digər bütün növ xəstəliklərin Çinin xüsusi bitki mənşəli dərmanları ilə effektiv müalicə olunur. 10-15 gün ərzində davam edən individual müalicə nəticəsində müxtəlif xəstəliklərdən azad olmaq olar. Xüsusilə də xroniki xəstəliklər. O xroniki xəstəliklər var, deyirik, başım ağrıyır, belim ağrıyır, məndə xronikidir. Mən elə özümü tanıyandan yaşlı adamlarda eşitmişəm, xroniki xəstəlikdir, yəni düzəlməyəcək, artıq bu belə qal. Amma sən demə, amma var axı ümidi, var, baxın, bu insanlar burada əyləşiblər, Leo gəlmişdi bizə buna. Çin təbabəti klinikasında bu tip, yəni xroniki xəstəliklərin müalicəsi var və insanlar, yəni həkimlər sizin yolunuzu gözləyir. Vaxt çox getməyəcək, pul da çox getməyəcək, əvəzinə yaxşı olacaqsınız. Əslində, əlim, bütün xəstəliklər ağıldan, şuurdan gəlir. Bəli. Baxın, əsəb sinir, birinci yerdə əsəb sinirdir, ikinci yerdə paxıllıqdır. O da buradadır. Üçüncü yerdə negativlikdir, səhər yuxudan durur, artıq o adam var, üzündən zəhər tökülür. Deyirlər ki, bunun üzünə baxmaq mümkün deyil. Axı, niyə beləsiz? Olmazmı ki, gülümsəyəsiz, əhvalınız xoş olsun. Bir gülümsəmək nə qədər xəstəlikdən insanı azad edir, bilirsiniz. Hətta təzəlikcə oxumuşam, çox oxuyuram da belə şeyləri. Oxumuşam ki, o yalandan gülənlər var, güya yalan gülür. Güya gülürlər, amma belə də, yəni, loru deyəcəm də, məni üzr istəyirəm tamaşaçılardan, loru deyəcəm, yola verdi gülüş var. O gülüş belə kömək edir, insanı yaxşılaşdırır. Bizim musiqiçilər qastanı gülməyi, Bax, o gülüş belə, yalancıq gülüş. Bəli. O da kömək edir. Yeyilmir o da.
Yalandan deyirsən axı, ürəkdən demirsən. Amma ürəkdən gülürəm, aycan, baxıram rəhliyə, hə. Bir var, rəhliyə bax, aycan, içildi rəhlədən zəhləsi gedir o. Düz gəlmir axı. Amma üzünüz gülsə, yalandan belə. O da kömək eləyəcək. Nisbi kömək eləyəcək ki, xəstəliklərə... Yalandan gülmək olur axı. Olur. Yalandan gülmək belə. Şobiz, yalandan gülməkdən gözləri yatıb gezəndə də açıq qalır, yata bilirlər. O gün belə göz bağlanır axı. Qastanı gülməkdən üzüm qırış bağlayır. Baxın, var elə adamlarla üzünə gəlirsiniz. Yalandan gülür, belə. Evlərinə girəndə yalandan ağzı yiyəm. Biraz da gezad vururlar oğlanlar, şişirdirlər buralarını, adını qoyurlar burnumuzda, Prigorod xərabdır. Prigorod başında xərabdır, burnu normaldir. Allah sənə bilim normal burun verib, bığ deyirəm, bu vaxtı yoxdur. Qulaq verib, göz verib, başın xərab deyə, sən başın likitdir mənada. Çıx elə ağıdır, gel bura. O günlər gördüm, gel də şişib. Antı şey verib də, iğnə də, şişib belə deyənlər. Deyirəm, indi nə olacaq belə elə? Bilmirəm, nə olacaq? Deyirəm, sənə lazım idi, gün burnum var. 74 yaşım var, kostumu yanmışam qabağımda. Maşallah, canınız sağ olsun sizin. Kanal S-də reklam vaxtıdır, reklamlardan sonra qaydacaq burası. Doğrudan çox maraqlıdır. Baxaq. Taxam gecələr, ulaq nələr danışır. Elə bil ki nağıllar, əfsanələr danışır. Elə bil ki nağıllar, əfsanələr danışır. Gecələr bulaq başı, onun zümzüməsidir. Gecələrin sirdaşı, gecələrin sirdaşı. Sirlərlə doludur, gecələr bulaq başı, onun zümzüməsidir. Gecələrin sirdaşı, gecələrin sirdaşı. Nə deyir laylasında, ötür qumrular kimi. O keçmişin naləsi, gələcəyin sirridir. O keçmişin naləsi, gələcəyin sirridir. Bunlar nə deyir görən? Yaxdıqca şırhaşır, gündüz gördüklərini, gecəyə mi danışır, gecəyə mi danışır? Bunlar nə deyir görən? Yaxdıqca şırhaşır, gündüz gördüklərini, gecəyə mi danışır, gecəyə mi danışır?
toz kimi şırıltıyla akan su ne için pozur gecenin o derin sükutunu ne için pozur gecenin o derin sükutunu bazen aylı süt kimi bazen kara geceler kulaklayla mı çalır yatanlara geceler yatanlara geceler bazen ayrı süt kimi bazen kara geceler kulaklayla mı çalır yatanlara geceler yatanlara geceler yatanlara geceler yatanlara geceler Teşekkür edirik. Dan ulduzu. Ben bir Sağ olun Elmər. istəyirəm bir sirrin üstünü açın bugün. O mahnı ilə əlaqədar. Deməli, Senağa deyir, bizim bir mələdə olurdu. Nərman Öykanın davında bunlar olurdular. Öykanın qabağında 40 piləkanda mən olurdum. O üçün Gülarə xanım da Senağa biraz məşqlərə gəlmirdi, nə bilim şeylənmirdi. Zavanıydı. Yox, toylardaydı hər gün. Senağa biz göyərçini saxlayırdıq. Bir yerdə bölmüşük də mələdə. Sovetskida. Gülarə xanım da bunu aranjman, orkestrabat eləmişdi. Səsi demişdi ki, özü yaxşı aparsa, Senağa sən oxuyacaqsan. Yox, əgər sözə baxmasın, məşqlərə gəlməsin, sən qonşunu oxuyacaq, Əlim İrəliyev. Bir gün toydayıq, güldürüm sizi. Toydu da, o vaxt hamısı 3-4 tane yer vardı. Qastinsiya Moskva, Inturist, Köynə Təzə, Abşeron, Çirk restoranı orada. Firuzə, onlar heç uşaqlıqdır. Mən restorandan, bizim oxuduğumuz publika, onlar hamısı şadlıq indi toy eləmirdilər. O restoranlarda elə. Restoranlarda elə. Şadlıq toyxana, onlar ayrı şey, o biz deyilir. Başqa müğənilər vardı, gedirdilər. Sözüm onda yox. Akif, Hüseyin ağa, biz üçümüz o zallarda oxuyurdum. Misal üçün, Qastinsiya Moskvada 3-4 tane zal var. 2 tane zal aşağıda, biri banketli, biri ki, böyük zal, 2 tane de yuxarı 16-cı mərtəbədə. Hüseyin ağa, mən aşağı, Hüseyin ağa yuxarı, neysə, Gülarə mənə deyib, sən mənə mahnımı oxumazsan. Deyirəm, mən mahnı, Hüseyin ağa. Gecələr bağ başında, ezan yazdığı. Deyirəm, yox, mən xəbərim yox. Necə ya, mən alladırsan? Deyib mənə, şərt qoyur mən. Dedim ki, yaxşı, necə eləyək? Laf tutalım, sizə oxuyayım, mən oxumayayım. Kişilər ölsən oxusun. Dedim, yaxşı, güzel. Dedim, bir də ölsün, oxuyaraq, öləndən sonra oxuyarsan. Mən bu mahnını, nə qədər sağ idi, oxumadım. Nə var söz demişdim, bir yerdə vermişik də, dedim, oxumadım. Amma o gedəndən sonra həyatdan getdim qəbrinə, orada başsağlığı verdim, qüsə, oxuyacağım ama. İcazə aldınız. Oradan da halallıq aldım. Halallıq aldınız qəbrinə. Sağlığında da deyib də. Demişəm də arasına. Bir tək bu da Səməd oxuyub. Bu qızların beyilinə bax, incə. O mahnı Eldar Mansurov mənə üçün yazıb. Səməd sonra eşitdim mahnını, hələ efirə gəlməmişdi. Şey çəkmişdilər bizi, sən demən. Yenilə? Yenilik yox, Noruz Bayramı. Noruz Bayramı. Günəş Sarayı vardı o vaxt orada. Yılmar Bangindi, sonra Günəş Sarayıları. Orada çəkmişdilər. Gördüm, hamısı oxudu, mənim növrəm getmədi. Sən de mən, Səməd deyib Eldara ki, mənim birinci ifadəsi mən olum. Yəni, mənim mahnım olsun. Allah rəhmət eləsin Səmədə. Oxusun, olsun da, verib ona. Səməd dedim, Səmədə də həmin şey dedim. Dedim ki, sən öləndən sonra olar ki, mən oxuyayım bunu, öz mahnımı, belə olar. İndi oxuyuram.
Gözləyirdiniz, Allah Yəni dünyasını ki, dəyişsin oxuyar. bilirsiniz nətərdir? Allah rəhmət eləsin. Hörmət, söhbət, mən ola bilsin ki, mən o böyük bir işdə öyrəyim, amma ki, siz təsəvvür edin, sənin mahnını öyrədiblər, sən oxutdurublar və sənin əlindən başqası alır, birinci ifa onun adına yazılır. İlk ifası kimdir? Səməddir. Amma mən idim. Əslində siz idiniz. Əslində mənim. Nəysə, yəni bizim hər insan onu dəyər vermir. İndiki müğənnilərə məhkəməyə ver adamı. Ay Əli müəllim, o vaxt bir sən ölə, bütün məsələ həll olmalı. Əlbət ki, o deyirlər ki, mən kişiyəm, mən sən öl vurmuşam, eləyə bilmərəm. Bir sən ölə, sonra bir ant, xırda bir ant, məsələn, içirdilər, çörəyə and içirdilər və salam. O artıq müqəddəs bir. Adam öldürürdü, gəldi qapısına, dedi ki, düşmənçilik bağlanırdı. Orada da qan davaları, nə qədər o bir anda, bir sən ölə, bir kişi sözünə. İndi biraz qarışıqdır vəziyyət. Sən öldü, atasının da qəbrini andısı, anasının da, gorunun da, kəfəninin də xeyri yox. Get pulu getirir, mən bilmirəm. Yəni ki, mən özüm kətlərdə də nədə toylar oxumuşam, nədən anda, bir gəldi, meşqə aldım. Gedirsiniz yenə toya? Yox, gedir, hara gedim, yasa gedim. Yox, yəni oxuyursunuz, yəni dəvət eləsələr gedirsiniz. Eləsələr gedirəm. Yasa gəlib oturub çalışıb çıxarsınız. Oxuyuram, yox, oxuyuram. Gedirsiniz. Yox, gedirəm. Qiymətlər necədir? Hə? Qiymətlər. Valla, mən bir dənə sizə söz deyim. Mən eşitmişəm ki, siz heç vaxt qiymət demirsiniz. Mən də demirəm. Düz eşitmişəm. Siz də demirsiniz. Yox. Mən uşaqlığımdan... Toy ziyafətə dəvət edirlər, siz qiymət demirsiniz. Yox. Bəlkə dəstəklə olanda deyil. Əksinə qiymət deməyəndə daha da çox verirlər. Şabaşı da var bunun, bunun zakazı da var. Bunun sonra konvertin içində də gələcək, hələ nigaran qalacaq, 100 də artıq qoyacaq ki, razı geçsin, misal üçün. Onlar örgənirlər də, misal Hüseynağa neçə gelir toya, misal 700 manat, Akif neçə gelir, 1000 manata. Əli 700 ilə 1000 arasında qalır. Əliyə ver də 600 ver, ya 800 ver, yəni misal üçün da belə. Bəs indi necədir indi? İndi kimlə verdi? İndi kimin arvadı boş etsə qeyb müğənni olur. Neyəsə indiki dövrdə? Qorxuram boşamağa, o da qeyb müğənni olar. Habil demişdi, arvadı boşasam qeyb müğənni olacaq. Bu nə var bu müğənni? Oxuya bilmir, sahib bəz vaxtlar, nöşün cəmaatın gelib tutursun. Utanmasan oxumağa nə var ki? Hədə, nə üçün siz... Oynamağa deyil, oxumağa. Gəlin ay cəmaat, gecələr başıma belə oxuyurdunuz da mənə kimi. Musiqi yerində, hər şey yerində. Hamısını demək olmaz ki, şükür mən həm muğamlarımızda qəşəng oxuyanlar var. Yox, muğam var, mahnı janrı ayrıdır xanım. Mahnıdan danışırız. Mahnı janrı tamam ayrı şey. Muğamda sən gülşələr var, şöbələr var, eləyərsən. Gənclərimiz var, hamısına xitam eləmək yox, mən hamısına demirəm ki. O adam bilir mən kimə deyirəm. İndi o bilir. Sənə deyirəm promo. Yadında saxla, sırığı elə qulağında. Oxuya bilmirsənsə, girişmə. Əssalam. Özü bilir mən kimə bilir kimə deyil. Mən bilirəm kimə. O, oxuyanlarla işi yoxdur ki, sənəti olanlarla. O, sənəti olan dəstək olur. Əksinə mən görmüşəm neçə dəstək olur. Mən onun qadasını alaram, mən onu qurban öpərəm, qucaqlayaram. Sən bir daha yaxşı oxuyub durub, səni yalayım duz kimi. Sən oxuya bilmirsən, mən neyiniyim sənə? Düz deyir əslində. Neyinimiz hara yapışdırmışsan? Malası yoxdur, atıram divar saxlam düşür yerə. İçində yox, deyici suda niyetu, içi tudadır. Kamniye, yoxdur. Kamniyesi yoxdur, doğrudur. Kamniyesi, o bax, Allah rəhmət eləsin, Mahilə Muradxanlı deyirdi, aparıcılarda ici kamniye olmalıdır. İci kamniyesi yoxdur. Allah hamımıza deyib də, o mənə də deyib həmən şeydə. Belə, toydan danışdıq, Dəniz Vedinqə təşəkkür eləyəcəm, bizim sponsorumuz Dəniz Vedinq, Azərbaycan, Dəniz Vedinq Əliyevi. Əziz dostlar, Azərbaycan xalqı, Azərbaycan gəncləri xoşbəxt olun. Qızlar, oğlanlar, ömründə, həyatınızda bir gözəl gün varsa, o da sizin toy gününüzdür. O toy günündə də bəylər istəyər ki, gəlin gözəl görsənsin, gəlin də istəyər ki, dünyanın ən gözəl gəlini olsun. Onda Dəniz Vedinqə müraciət edəcəksiniz. Əziz dostlar, Xətai metrosunun yaxınlığında yerləşir, telefon nömrələrini görürsünüz, müraciət eləyin, telefon açın. 2 ay öncə, 3 ay öncə, əgər yaydadsa toy indidən müraciət eləyin. Niyə? Deyirəm. Çünki siz bəlkə kataloqdan seçim eləyəcəksiniz. Əgər kataloqdan geyim seçəcəksinizsə, gəlinlik seçəcəksinizsə, onda sifarişlə 2 ay ərzində bu gəlinliklər bura gələcək. Və ya
nəzərinizə çatdırım ki, gözəl yeni kolleksiyamız gəlibdir İtaliyadan və İzmirdən. Həm türk gəlinlikləridir, həm də İtalyan gəlinlikləri. Əsas odur siz xoşbəxt olasınız. Azərbaycan Dəniz Wedding, təşəkkürlər buradan Azı xanıma, Aytən xanım başda olmaqla və bütün Dəniz Wedding gəlinlik evinin kollektivinə. Siz əziz dostlar, telefon nömrələrini görürsünüz, zəng edin, müraciət edin və düşünürəm ki, çox razı qalacaqsınız. Çünki Dəniz Wedding həyat tərzi verilişinin sponsorudur. Belə, Stepan, burada əslində çox siz broşurlar gətirmişsiniz. Deyim ki, elə Çin Təbabəti klinikası həm də Gəncədə var. Bu klinika Bakıda və Gəncədə. Buyurun, Zəkiyə xanım nəsə demək istəyir. Gəncədə olmusunuz? Yox, olmamışıq. Burada işləyirsiniz, siz burada çalışırsınız. Vaxt yoxdur oraya gedir. Orada da başqa kollektivdir, değil mi? Bu kollektivi də bura dəvət edəcəm inşallah. İnşallah, sağ olasın. Siz evdə də belə sakit danışırsınız? Bəli, təbiətindən sakit. Aydındır, laf yaxşı. Ona görə də fizioterapiya alan insanlar, pasiyentlər çox razı qalır Zəkiyə xanımdan. Öncədən onlar gələndə mənə deyilir, sizin auranız elə bizi sakitləşdirir. Aura, sakit danışmaq. Bəli. Burada улучшение pameti, yəni yaddaşın yaxşılaşması. Yaddaşa nə kimi kömək eləyir? Məsələn, uşaqlar var, imtahanlara hazırlaşırlar. Bax, bu haqda mən istəyərdim danışaq. Gənclər, yeniyetmələr. Bütün student kim oxuyur? Hər yaşda olur, hər yaşda. Bu meditasiyonu eləməlilər, çünki yaddaşı yaxşı olur. Meditasiya həm də yaddaşı yaxşılaşdırır. Bəli. Qan dövrəsi yaxşılaşdırır, yaddaş yaxşılaşdırır. İntellekt, IQ var. Ya bəlkə bilirsiniz, IQ var. Psixoloqlar deyir ki, IQ 25 yaşına kimi təsir edir. Ondan sonra qalxmır IQ. Amma elə bir elm açıqlaşdırması var ki, meditasiya eləyəndə IQ, koefisient IQ qalxır. Yaşında fərqi yox. Yaşında fərqi yox. O yaxşıdır. Sadəcə stres gedir, streslər gedir, sinir sistemi yaxşı işləyir, beyin yaxşı işləyir, yaddaşı da yaxşı olur, koefisient IQ da qalxır. Bilirsiniz, sinir bloklanır da, əsəb sinir keçirəndə bu sistem bloklanır. Gərginləşirik. Stepan Çin Təbabəti klinikasında elə bir prosedur təklif eləyir ki, o bloklar açılır, sakitləşir, stres gedir, yüngülləşirik, orqanizm olaraq rahatlaşır beyin, fikir və bütün yaddaş da gəlir yerinə, hər şeylə. Düzdürmü? Mən düz başa düşürəm də. Yəni, burada başqa prosedurlar da var. Mən başqa broşurlar da göstərəcəm, amma reklam vaxtıdır Kanal S-də. Reklamlardan sonra qayıdacaq, baxaq reklamlara. Əziz tamaşaçılar, Dəniz Mebel salonu haqda qısaca da olsa sizə danışmaq istəyirəm. Dəniz Mebel salonu Babək prospektində yerləşir. Bilirsiniz ki, illərdir ki, bizim sponsorumuzdur və bizimlə birgə gəlirlər, həyat tərzindədirlər və Dəniz Mebel salonu 7 mərtəbəli, gözəl, keyfiyyətli mebellərlə dolu olan bir mebel evidir. Və bu mebel evində İtalyan modelləri, Türkiyə istehsalı olan, istənilən qonaq otağı, yataq otağı, mətbəx otağı və eləcə də gənc otağı mebel dəstlərini əldə edə bilərsiniz. Qiymətlər çox münasibdir və xüsusilə də əziz xanımlar, əgər qızlarınız üçün cehiz axtarırsınızsa, yeni təmirdən çıxan evləriniz üçün gözəl bir mebel dəstləri axtarırsınızsa, onda Dəniz Mebel salonuna gəlin. 7 mərtəbəli Dəniz Mebel evi Babək prospekti 31A ünvanında yerləşir. Hamınız dəvətlisiniz. Dəniz Mebel evlərimizin seyirləyici güşəsi. Reklamlar bitdi əziz dostlar. Biz isə qayıtdıq. Qaldığımız yerdən davam eləyəcəyik. Çünki mən burada daha bir snijeniya bespokойства, yəni bizim narahatçılığımızın lap aşağı dərəcəyə yendirilməsi. Burada transendental meditasiya, OBC texnikalar, bir də meditasiya var, konsentrasiya, sozercaniya. İndi görürsünüz ki, transendental meditasiya nə qədər daha yüksək bu bespokойствonu aradan götürür. Narahatçılığı aradan götürür. Transendental meditasiya OBC meditasiyalardan daha
yaxşı nəticə verir. Daha güclü nəticələr verir. Çünki meditasiyalar çoxdur. Amma elm açıqlaması göstərir ki, transendental meditasiya daha yaxşı nəticələr verir. Nəticəsi, baxın, sizin pasiyentlər olubdur və o pasiyentlər sizdən razıdırlar. Bəli. Mən o günü biri ilə söhbət elədim. Mən bilirsiniz ki, əziz dostlar, bir şey yoxlamamış, nəticəsini görməmiş, heç vaxt sizə onu təqdim eləmərəm. Çünki ilk olaraq özümə hörmət qoyuram, özümə hörmət qoyandan sonra da sizə hörmət qoyuram. Və burada mən çox maraqlandım, çünki çox rahat müalicə növüdür. Bir pasiyentinizlə söhbət elədik, siz calaşdırdınız məni, o pasiyent qadındır. Bu qadın əsəb sinir xəstəliyi keçidib, çox deyir ki, qadın özü mənə danışır ki, deyir, əhvalım o qədər pis idi, o qədər negativ əhvaldaydım. Hətta həyat yoldaşı ilə yola getməyib, ayrılmaq nöqtəsinə qədər gəlib çıxmışdılar. Mənə danışdı qadın. Mən soruşdum ki, necədir? Bu prosedurdan sonra özünüzü necə hiss edirsiniz? Dedi ki, dərhal Stepana müraciət ediblər Çin Təbabəti klinikasında. O prosedurlardan sonra hətta belə o ayrılmaq fikirlə daşınıblar. Düzdürmü? Yəni, bunu biraz ətraflı bəlkə siz danışasınız. Çünki mən, dedi ki, daşındıq, dedi, bütün fikirlərdən. Deyir, əvvəl görürdüm həyat yoldaşımı, sinir keçirirdim. Elə bilirdim ki, dünyanın ən pis adamı budur. O prosedurlardan sonra, Stepanın prosedurlarından sonra ağıllı başlı o şuur, bütün sinir gedib, o problemləri aradan qaldırdıq. O gözümə göründüyü tam deyir, elə bil ki, təzə bir adam idi. Kişi görürsən evdə arvadın gözünə. Deyir, cin şeytan görürdüm, görmək istəmirdim. Seni görə bir şeytanı görür, səni görmür. Hə, inanırsınız. Əsəblər Səb sinirdir. O nə oldu ki, elə dəyişiklik nədəndir? Nətər dəyişiklik olur? Niyə dəyişiklik olur? Hə, niyə dəyişiklik Bu, olur? psixoloji onunla söhbət eləmədim. Prosta meditasiyasını öyrətdim. 3-cü gün sonra o belə gözəl nəticə oldu. O deyirdi ki, qabaq mən yoldaşıma, mən səni severim deyəndə buradan gedirdi. İndi deyirdi, onu səni severim, ürəkdən gedirdi. Bu çox maraqlıdır. Çünki hası isə blok, stres var idi. Prosta o stres, blok aradan getdi, münasibət yaxşılaşdı. Sən bir dənə sualım var. O sən, o deyəndə ki, buradan deyirdim, sevirəm səni. Neçə yaşı vardı o vaxt xanımın? Yox, təzə olubdu. Yox, neçə yaşında olub sizin yanınıza gəlib? Yaşı. Neçə yaşı? Yaşı neçə idi qadın? Yəni, dolgu jili Messi, Vikar. Yox, hə. Neçə il yaşayla bilir? 40-45 belə. Bir 20 il yaşayıblar da. 20 il yaşayandan sonra nadaya olur. Yox. Əlim, o sinirlər açılır da, blokdan açılırsan, insanlar sevməyə başlayırsan. Mən sənə bir dənə söz deyim, əzizim. Məsələ ondan gedir ki, evdə bugün bütün evlərdə o qədər problemlər var. Hamının evində problem. Yox, elə bir ailə yoxdur ki, desin ki, yox, məndə problem. Yalan deyir. Problemi ən böyük elə ondadır. Laf pulu da var, hər şey o problemi böyükdür. Əlazısı yox, əlazıdır yoxdur. Bu çox olan insanların problemi daha çox olur. Deyirəm, problemi var, pulla bilmir neynəsə. Üzür onun içində, evin içində milyardlar deyə, biz görə ayağın vırır, oyna bilir neçə milyondur. Ayağı ilə ölsün, pulu. Onun əlbəttə ki, stres problemli adamdır. Bir var, sənin işləyin yoxdur, bir də dərdin var, yoxum da. Ama heç problemi də yoxdur. Bir də var, hər şeyin var. Bir də dərdin odur ki, yoxdur. Yoxdur. Yoxdur da. Yoxdur da, yoxdur. Bir də var ki, hər şey var, hamısında problem daha çoxdur. Bilsə, ona görə insan həyatda bu tamah, bizdə Azərbaycanlılar, biz ümumiyyətlə tamahkar, tək bizi öyle, yer üzündəki insanlar tamahkardır. Əvvəl belə deyirlər, son zamanlarda. Amma həyat dəyişir axı. Həyat dəyişir. Elə bilirlər ki, pula görə hər şey eləyirlər də. Əvvəllər bizim zamanat villada yaşamışdı. Bizim Sovetski 2 dənə balaca otağımız vardı. Amma necə belə firavan, necə belə xoşbaxt, necə bir mehriban yaşayırdı. O anam geri sağırdı mənim üçün. Qardaşlarım tepik vura atırdılar mənim qapının ağzına. Bir dəfə işıqlar sönmüşdü, bizdə bir neçə il bundan qabaq. Elə bir ki, gəlimin bibisi gildə elə yaxın idi. Gəldilər bizə. Nəysə, hamımız yığışdı bir lampanın başına, geçək. Nəsə dedilər, güldülər.
Dedim ki, keçmişdə insanlar niyə mehriban imiş? Hamı biz çırağın başına yığılırıq. İndi məsələn, mən keçirəm bir otaqda televizora baxıram. Uşaqlar birində baxır. Məsələn, yoldaşım, uşaqlar birində oturur. Məsələn, indi hərə bir tərəfdədir. İnternet də körradır. Vallahi, o mehribançılıq var. Çıxdı axırımıza. Dünyanın axırına çıxdı bu. Allah haqqı, kitab oxumurlar indikilər. 5 yaşı var, telefonu elə bilir ki, naizuz. Fətli, sluşay. Bu nədir ha? Ged bir dənə kitab oxuyur. Deyirəm, hər şey birlikdədir, birlik yoxdur. Kukla mahnısını bilirsən, ay uzun səs, qara göz, ağıllı kuklam mənim, gəl əlifba oxuyaq, sən şagird ol mən müəllim, bir də görüm, ey gözəl kukla, yoxsa səninlə danışmaram, atam almış mənim üçün rəngli qələmlə dəftər, kitabında yaz, bax budur, gözəl-gözəl şəkillər, ağzını açsan, söylə can vətən, nə tənbəl qızsan, yenə demirsən, nə tənbəl qızsan, yenə demirsən. Bax, kim dərsini bilməsə, alacaq 2. Yəni mən uşaqdır öyrənmişəm bunu. Hindir ki, uşaqlardır, bu nədir? Sənsin bu mahnı kim yazıb, görüm. Müğənni də olsa bilməlisən. Bilmirsən, görürsən. Ağabacı Rızayeva. Ağabacı Rızayeva. Dedim qadın, ağabacı. Bəs cip cüzələrimi kim yazır? Qəmbər Seyhan. Demədən sən sual edin. Ürək partladı, xopsun demədim, gördüm. Oxuyaq amma, oxuyaq. Buyurun. Rəhlə xanım, oxuyaq, bunu yoxuyaq, mahnı oxuyaq. Mahnı oxuyaq. Elə bildiniz cücələrimi, buyurun. rəqs edirsiniz. Nə gözəl rəqs edirsiniz. Doğrudan gözəl rəqs edirsiniz. Çox xoşuma gəldi. Rəqsindən yoxdur. O vaxt gedirdik mahnı rəqs ansamblına, xarici ölkələrə. Telman Aziz bədii rəhbəridir, belə rəhm etdik. O Yaraşaydı mahnısında o yazıb, biləsiniz. Bəli, Allah rəhmət eləsin. Bilməyənlər də bilsinlər. Telman Aziz yazıb, mən yazmamışam.
Neysə. Deməli, deyirdi ki, gördü ki, axı, tutalım, orada bizim dili bilmirlər, axı. Tutalım, biz Fransadayıq, İtaliyadayıq və yaxud da ki, Misirdəyik, haradasa. Deyirdi, davay, bir dənə, deyirdi, Qosali çalırdılar, Qosali kimi. Rəng qələ, cay atır, ayağımı gördüm yerə, cay atırdım. Cama bilirdi. Dili bilmir, amma necə əl çalırdılar. İnan mənə özü oxuyurdum, o da yalanlar, amma bu, özü deyirlər, sonra gəlirdi, bu haradadır bu? Bir yaxlar, ayağı yerə qoymuşdu, yəni, tapırdılar mənə. Tapır gətirirdilər, bir daha da elə də. Zaman istəyirdi. Yəni, bizə oxumağın, musiqinin dili yoxdur ki. Yox, musiqinin ondan başqadır. Biz axı, mahnı rəqsansın, onlar proqramla rəqs edirlər də. Onlar, məsələn, trenajör edirlər, hər gün qızlar baleti mesterlər, oynayarlar. Amma mən özüm, belə Bakı stilində oynayırdım. Çox qəşi oynuyorsunuz, çox qəşi oynuyorsunuz. Çox şirin oynuyorsunuz. Mən qoşulub sizə rəqs eləmək istəyirəm. Oynaqmalı, mən təşəkkür edirəm. Verilişimizin sonuna yaxınlaşdıq əslində. Təşəkkür edirəm Əli müəllim. Nə yaxşı varsınız. Yazın, yaradın, mahnıları yazın, fonoqram. Mütləq yazın. Bunu bizə çox vacibdir. İndi bir dənə mahnı icazə versəz, yeni mahnı. İndi oxuyacağıq, bəli. Mən bir sağollaşım, mən bu dəqiqə sizə söz verəcəm, onu oxuyaq. Və siz sənətkarsınız, siz bizə çox lazımsınız. Siz Azərbaycan sənətinə ancaq uğur gətirmişsiniz. Azərbaycan sənətinə çox lazımsınız. Odur ki, canınıza, sağlığınıza diqqət yetirin və yaşayın. 74 nədir ki? Mən sizi 84-də görmək istəyirəm, 94-də görmək istəyirəm. Yox, 94-də ora gəlmir, yox, ora qorxuram, ora gəlmir. O gedim də. Rəhmətə getdi, nə idi? Səynədə idi elə. Kim? Mirzə Babayev. Yox, 94-də idi, 92-də. 93. Nə fərqi var? Axır 92, 94, axır ki sizə. Allah sənə rəhmət, amma mən sənə vurub 6 ay kesəcəm. 6 ay, çox yox. Var olun, Rəhlə xanım, can sağlıq arzulayıram sizə, tez-tez gəlin. Növbəti dəfə inşallah ki, Kəmalə xanımla birlikdə dəvət edəcəm sizi. Lalə qızlarla birlikdə dəvət edəcəm sizi. Yadınızdadır da bir dəfə gözəl bir verilişimiz olmuşdu. Yenə də sizi inşallah gözləyirəm studiyamızda. Stepan, Zəkiyə xanım, təşəkkür edirəm, bu gün gəldiniz, danışdıq, amma hər zaman ehtiyacımız var sizə. Xahiş edirəm, heç olmasa, mən Stepandan xahiş edirəm, həftədə bir dəfə bizim verilişimizə gəlsin, ən azı. Təşəkkür edirəm, bax bu, sizlə danışmaq belə artıq negativ fikirlərdən uzaqlaşdırır insanı. Odur ki, əziz dostlar, sağollaşırıq, proqramımızın sonuna gəlib çatdıq. Bugün də belə. Bizə baxdınız, düşünürəm ki, əhvalınız da xoş oldu. Əgər bu saat 1-dən 3-ə qədər bu 2 saatı darıxmadınızsa, nə xoş bizə. Biz sizə can sağlığı arzulayırıq, uğur arzulayırıq və arzu edirik ki, həmişə pozitiv olasınız, negativlərdən də uzaq olasınız. Həm negativ insanlardan, həm də negativlikdən. Gülümsün hər zaman, qoy üzünüzdən gülüş, təbəssüm əksik olmasın. Mən sizə sağollaşıram bugün, sizə can sağlığı arzulayaraq bugün sağollaşıram, sabah yenidən eyni məkanda, eyni zamanda görüşəcəyik və Əli müəllimdən xahiş edirəm ki, o yeni mahnısın ekskluziv olaraq gün verilişimizin sonunda sizin üçün Eldar Mansurov bağışla. İllərdir ki, mahnını gizlədib məndən qoyub yadından da çıxıb, sonra çıxartdı üzə. Ekskluziv oxuyuram bugün. Bağışla, Eldar Mansurov, Vahid Əziz. Buyurun, buyurun. Yolumu çox gözləmirsən, məni həm sevmirsən, həm gizləmirsən. İllərlə qəlbimdə əzizləmirsən, bağışla sevgilim, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Axı mən bu sirri hardan biləydim, yağan yağışdanmı hardan biləydim, bəlkə dayandığın yerdən biləydim.
bağışla sevgilim, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Mən öz həmdəmimi duya bilmədim, hələ də bilmirəm, niyə bilmədim. Dilim af olmuşdur, deyə bilmədim. Bağışla sevgilim, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. İndi son təsəlli ürək səsimdir, qara gözündəki qara əksimdir. Heç də deməsəm də elə bəsimdir. Bağışla sevgilim, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Bağışla, bağışla, bağışla sevgilim, bağışla, bağışla, bağışla məni. Verilişin sponsoru Dəniz Mebel. Verilişin sponsoru Çin Təbabəti Klinikası. Verilişin sponsoru Dəniz Wedding Gəlin Evi.